10.4 Xətti və budaqlanan alqoritmlər. Birinci sual, alqoritmin verilmiş fraqmentin yerinə yetirilməsindən sonra z dəyişənin son qiymətini müəyyən edin. Burada x 27 ilə başlayır. Sonra z olur bərabərdir 27 üstəgələk 3, 30. Sonra z-in yerinə 30 yazırıq. Bərabərdir 30 üstəgələk 5, 35. 35'i də x 35 olur. 35'i də bölürük 5'ə 7. Birinci sualın cavabı E variantı. İkinci sual, alqoritmin verilmiş fraqmentin yerinə yetirilməsindən sonra y dəyişəninin son qiymətini soruşur. Burada x-ə 4 verib, y-yə 7, sonra c-ni x-ə bərabər eləyib, yəni c də olub 4. Sonra təzədən x-ə 7 çıx 2, yəni y çıxar 2, yəni 7 çıx 2, 5 olur x. Və sonda c-ni, yəni 4'ü vurur 5'ə 20. İkinci sualda da E variantı. Üçüncü sual. Alqoritmin verilmiş fraqmentin yerinə yetirilməsindən sonra yenə y dəyişənini istəyir burada. Bizdə c-yə 14, x-ə 71 çıx 2 mənimsədib. Yəni 69. Sonra c 14 idi. 14 vuraq 69 çıx 61. Bura olur 8. 14 vuraq 8. 2 yazırıq. 112. Üçüncü sualın cavabı C variantı 112. Dördüncü sual. X bərabərdir 4 dəyişəndə aşağıdakı alqoritm icrasından sonra y dəyişəninin nəyə bərabərdir? Burada baxırıq. Y dəyişəni burada ödəmir. Ödəndir. 4 böyükdür 3-dən, bəli. 4'ün burada da baxırıq ki, icrasına 4'ün kvadratı 16, 16'nın üstünə 5 gələndə 21. Cavab 4'də B variantı. 5-ci sual, alqoritmin yerinə yetirilməsi nəticəsində y dəyişənin 10 qiyməti almışdır. Alqoritmin yerinə yetirilməsinə qədər x dəyişənin qiyməti neçə olmuşdur? Burada baxırıq, y dəyişənin 10 qiyməti alınarsa, bura 10 yazırıq və biz bunu yerinə yazsaq, məsələn, burada y-in yerinə x çıx 1 yazsaq, bu olur x çıx 1 üstə gələk 2, bu da olur x üstə gələk 1. Sonda burada x'in yerinə x üstə gələk 1'i yazsaq, yəni burada x üstə gələk 1 üstə gələk x çıx 1, y-in yerinə də bərabərdir 10'a. Yəni 2x bərabərdir 1'ə gedir 10'a, x də bərabərdir buradan 5'ə. 5-ci sualın cavabı 5, cavab B variantı. 6-cı sual. 6-cı sualda alqoritmin yerinə yetirilməsi nəticəsində y dəyişənin 15 qiymətini almışdır. Y dəyişənin 15 yazırıq burada. Burada y-in yerinə bizdən x dəyişənin dəyəri neçə olmuşdur soruşur. Burada yenə y-in yerinə yazırıq x çıx 5 üstə gəl 9. Bu da x bərabərdir x üstə gələk 4'ə. Yenə aparıb buradan x üstə gələk 4 x üstə gələk x çıxaq 5, yəni y-in yerinə də belə. Bunlar bərabərdir 15'ə. Buradan 2x bərabərdir. Buradan -1 qalır. -1 o bir tərəfə keçəndə 15 üstə gələk 1, yəni 16. X də bərabərdir 16 bölü 2, yəni 8. Cavab 8. 6-cı sualın cavabı da D variantı. 7-ci sualda alqoritm nəticəsinin icrasından sonra x dəyişəni 20 qiyməti alır. X dəyişəni 20
qiyməti alır. Bundan əsasən y dəyişəninin qiyməti neçə olar? Burada belə bir şey yaza bilərik ki, x-in yerinə burada gətirib yazayıq 5 y bölək 2, sonra da 2-yə vuracağıq. Həmin 2-lər ixtisar gedir. Burada bərabərdir. 5y üstə gələk 5. Onu da aparıb burada yazsaq 5y üstə gələk 5 bərabər üstə gələk 5-ə. Bu da bərabərdir 20. 5y bərabərdir 20-dən 10 çıxsaq 10-a, y də bərabərdir 2-yə. 7-ci sualın cavabı B variantı 2. Səkkizinci sual. 8-ci sualda verilmiş alqoritmin yerinə yetirməsi nəticəsində B dəyişəninin qiyməti 34 alınıb. Bura 34 yazsaq, sonda buna əsasən A və B dəyişənlərinin ilkin qiymətlərini müəyyən edin deyir. Biz bura gətirib yerlərini əvəz etsək, B üstə gələk 2-ni aparıb burada yazsaq olur. B üstə gələk 12. Burada gətirib yazsaq olur. B-nin yerinə B üstə gələk 12. B üstə gələk 12. Üstə gələk 2 üstə gələk B üstə gələk 2. Bu da bərabərdir 2B üstə gələk 16. A oldu 2B üstə gələk 16. Buradan da yerinə yaza bilərik hər ikisinin qiyməti. 2B üstə gələk 16 üstə gələk B üstə gələk 12. Bu da bərabər edirik 34-ə. Buradan 3B bərabərdir. Bura oldu 28. 28 digər tərəfində 6-ya bərabər olur. B də bərabərdir 2-yə. B 2-dir. Buradan A da bərabər olur. 2 üstə gələk 2, 4. A da oldu 4. Burada bizdən A və B dəyişənlərinin qiymətlərin isə birinci A-nın qiymətini götürərik. 4, 2. 8-də C variantı. 9-cu sual. 9-cu sualda A 19, B 12 olduqda aşağıdakı alqoritmin icrasından sonra f(x) funksiyasının qiyməti nəyə bərabər olur? Burada A-nı 19 verirsə, B-ni 12 böyükdürmü? Bəli, 19 12-dən böyükdür. Ona görə biz A üstə gələk B-ni icra edirik. A üstə gələk B-də 19 üstə gələk 12 31 edir. 9-da cavab C variantı. 10-cu sualdan məsələni həll etmək üçün hansı növ alqoritmdən istifadə etmək lazımdır? Burada şərt olduğuna görə budaqlanan alqoritmdən istifadə edirik. Onda D variantı. 11-ci sualda x bərabərdir 5, y bərabərdir 12 olarsa alqoritmin icrasından sonra f(a) funksiyasının qiyməti neçə olar? X 5-dirsə 5 birinciyə baxırıq. 5 12-dən kiçikdir, bəli. Onda x-in kvadratı, yəni 5-in kvadratı 25 üstə gələk 1 bərabərdir 26. Cavab 11-də A variantı. 12-ci sual. 12-ci sual x-in 2 qiymətindən alqoritmin icrasından sonra f(x) funksiyasının qiyməti neçə olar? Biz x 2 kiçikdir 0-dan bu şərt ödəmir. 2 böyükdür 0-dan düzdür 1-dən 2-ni çıxırıq. -1 eləyir. O da moduldan 1 çıxır. 12-də C variantı cavab
1, 13'te aşağıdakı funksiyanın qiymətinin hesablanması üçün blok sxemi qurduqda şərt blokunda ən azı neçə dəfə istifadə olunmalıdır? Biz burada baxarıq ki, kiçikdir 1-dən, yəni 1-dən kiçik deyilsə, biz baxarıq ki, 1-ə bərabərdirmi? 1-ə bərabər də deyil olsa, ikinci şərtə baxdıq. Bərabər deyilsə, onda bilərik ki, 1-dən böyükdür, ona görə 2 dənə şərtə baxmağımız kifayət edir burada. Cavab 13-də C variantı. Oradan 14-cü sualda x bərabərdir 3 olarsa fx funksiyasının qiymətini hesablayın. Burada birincidə ödəmir, kiçik deyil 3-dən, 0-dan kiçikdir deyil, onda bilirik ki, 3-cüyə aiddir. Yəni 0-dan böyükdür. 3-ün kvadratı 9, 9-un üstünə 5, 14. 14 cavab 14'də A variantı. 15-ci sual. A bərabərdir 3, B bərabərdir 4, C bərabərdir 5, D bərabərdir 7. Əgər A B-dən böyük və yadırsa A B-dən böyük deyil, digər şərtə baxırıq. C D-dən kiçik olsun. C D-dən kiçikdir. Onda bunu icra eləyə bilərik. B üstə gələk C, yəni 4 üstə gələk 5 üstə gələk 3 bərabərdir 12. A oldu 12. Sonunda biz baxarıq ki, B də bərabərdir. A üstə gələk B, yəni 12 üstə gələk 4, 16. B də oldu 16. Alqoritm yerinə yetirilməsindən sonra biz A-nı 12, B-ni 16 götürürük. Ümumi cəm olaraq 12 üstə gələk 16 üstə gələk 5 ilə də 7-nin cəmi 12 bərabərdir 24 üstə gələk 16 40 eləyir. Cavab 15'də C variantı. 16-cı sual. A2, B3 olduqda aşağıdakı alqoritm icrasında fx funksiyasının qiyməti neçə olar? A2, B3 olduqda elə birinci ödəyir A kiçikdir B-dən. A kiçikdir B-dən olarsa 2 vura 3, yəni 6 eləyir. Üstə gələk 5, 11. 16'da cavab B variantı. 17-ci sual. Yəni A3, B4, C5, D6 əgər C kiçikdir B-dən olarsa bu şərt ödənmir. Onu da əks hallıya baxırıq. Burada C üstə gələk A deyir. Əks hallıya baxandan sonra D üstə gələk B-ni istədiyinə görə heç burada bunu yazmağa, yəni 8-i götürməyə ehtiyac qalmır. D üstə gələk B deyir, onun da cəmi 4 üstə gələk 6, 10 eləyir. 17'də cavab B variantı. 18'ə baxaq. 18'də biz bura baxsaq, A üstə gələk B-ni qeyd eləsək ora, 7 yazırıq bura. D-yə 7. Əgər D kiçikdir, bərabərdir C-dən olsa, bəli, bərabərdir 7, 7-yə. Onda A üstə gələk B. A üstə gələk B, A-ya bərabər eləyirik. A üstə bu da 7, A da oldu 7. Sonda bizdən 7 üstə gələk. Yəni təzədən A üstə gələk B-ni istəyir. 4 bərabərdir 11. 18'də cavab C variantı. 19'a baxaq. 19'da alqoritm icrasından sonra C və D dəyişənlərin qiymətlərini müəyyən edin. Burada C böyükdür D-dən, onda filan əks hallıya baxırıq. 2 vuraq C olur. Çünki C böyük deyil D-dən. 13, 18'dən böyük deyil. Ona görə əks hallıya baxırıq. 2 vuraq
C yəni 13-ə vururuq, bərabərdir 26-ya. D oldu 26. Bizdən C ilə D-nin qiymətlərini soruşur. C 13, D də 26, 19-da C variantı. 20-ci sual. X 8, Y 6 olarsa əgər yenə X kiçikdir Y-dən əks halda baxırıq. Çünki 8 6-dan kiçik deyil. Y-i yəni 6-nı bölür 2-yə eləyir 3, A-ya 3 mənimsədir. Alqoritm icrasından sonra A dəyişəninin qiymətini istəyir bizdən. 20-ci suala cavab 3. Yəni B variantı. 21-ci sual. Verilmiş funksiyasının qiyməti hesablanması üçün blok sxemi qurduqda şərt blokunda ən azı neçə dəfə istifadə olunmalıdır? Burada x böyükdür D plus C-dən və ya x kiçikdir D plus C-dən. Biz buna hər ikisinə baxmalıyıq. Çünki digər bir cavab da ola bilər ki, x bərabərdir D plus C-yə ola bilər. Ona görə yəni bu da ödənməyə bilər. Hər ikisi ödənməyə bilər. Ona görə iki şərt blokundan da baxmalıyıq. 21-ə A variantı. 22-ci sual. Aşağıdakı ifadəyə əsasən qurulmuş alqoritmdə şərt bloku ən az neçə dəfə istifadə olunur? Burada yenə baxarıq ki, x böyükdür 6-dan qeyd edir. Burada yəni sonra x bərabərdir. Əgər bu şərt ödənməzsə x bərabərdir 6-ya baxırıq. Nə vaxt 2 olardı? X kiçikdir 6 olsaydı ikisinə baxmamız bəs eləyərdi. Amma x kiçikdir 4-dür. Biz məsələn baxsaq 5x5 olsa bu şərtin heç biri ödənməmiş olur. Ona görə hər birinə biz baxmalıyıq. Ona görə ən azı 3 dəfə 3 şərtin üçünə də baxmalıyıq. 22 variantı. 23-cü sual. Aşağıdakı ifadəyə əsasən qurulmuş yenə şərt blokuna ən az neçə dəfə istifadə olunur deyir. Biz baxırıq ki, x böyükdür 6-dan, x bərabərdir 6-ya və x bərabərdir 5-ə və 5-dən kiçik. Və burada biz üçünə baxmağımız kifayət edir. Çünki x böyükdür 5-dən 6-dan olsa bunu götürürük. 6-ya bərabər olsa bu hissəni, 5-ə bərabər olsa bu hissəni və buna görə üçünə baxmamız tam ədəddir sözünə görə üçünə də baxmamız kifayət edir. Üçünə baxmamız ona görə A variantı, digəri bunlar olmasa digəri olur. 23 A variantı. 24-cü sual. Aşağıdakı funksiyanın qiymətinin hesablanması üçün blok sxemi qurduqda ən az neçə dəfə yenə istifadə olunmasıdır? X kiçikdir 1-dən, x bərabərdir 1-ə və burada x böyükdür 1-dən yazılarsaydı biz ikisinə baxmamız kifayət edirdi. İndi böyükdür 3-dən yazdığı üçün üçünü də yoxlamalıyıq. 24 B variantı. 25-ci sual. Aşağıdakı funksiyanı hesablamaq üçün yenə ən az neçə dəfə istifadə olunmalıdır? Biz ikisinə də baxmalıyıq. Yəni kiçikdir 3-dən kiçik ola bilər. Ona görə 25 D variantı. 26-cı sual. X bərabərdir 2-yə, Y bərabərdir 5-ə əsasən əgər x kiçikdir Y ödəyir şərt, onda x bərabərdir 2 üstə gələk 5 üstə gələk 1, bu da bərabər edir 8.
Buna əsasən x plus y soruşur. Yəni x oldu 8, 8 üstə gələk y 5-dir, bərabərdir 13-ə. 26-dır variantı. 27-ci sual. Verilmiş alqoritm təyinatı nədir? Burada A, n daxil edirik. 3 rəqəmli ədəd fikirləşsək, bölür birinci belə deyək, rəqəmin, yəni yüzlük mərtəbəsində olan rəqəmin qeyd edir bura. Sonra məsələn bura bir 304 yazsaq 3-ü tapır. Bu hissədə 35 tam götdü, sonra qalğı 5-i tapır ikinci. Burada isə təhlik yüzlük mərtəbəsi, sonra onluq, sonra təhlik mərtəbəsində 4-ü tapır. Buradan başlayırıq 3-ün kubu, sonra 5-in kubu və 4-ün kubu. Yəni kubları cəmi, rəqəmlərinin kubları cəmi özünə bərabərdirsə, bu abstrakt ədədi olub-olmamağını yoxlayırdı. Burada cavab 27-də C variantı. 28-ci sual alqoritmin icrası nəticədə S dəyişəninin son qiymətini müəyyən edildi. X böyükdür Y-dən, 6 8-dən böyükdür, yox. Onda S bərabərdir 4 vuraq 6 çıx 3, yəni 24 çıx 3, o da bərabərdir 21-ə. Burada cavab 28-də B variantı. 29-cu sual. Girişə X dəyişəninin hansı tam ədəd daxil edilməlidir ki, alqoritmin icrası nəticəsində çıxışda S-in 12 qiyməti olsun. S-in 12 qiyməti olsun. S-in 12 qiyməti olması üçün burada X 6-ya X 6-ya bərabər. Bu hissə yox, məncə bu hissə olmalıdır. Çünki X kiçikdir 6-dan. Çünki bu hissədə 6-ya bərabər olsa və ya onunla böyük bir rəqəm olsa 12 olunur. Bu bir tərəfdən baxırıq. Həyə, yəni kiçikdir 6-dan. Neçə olsa, neçəni 3-ə vursa 12 eləyir, 4-ü. Ona görə X-in belə deyək, X 4-ə bərabərdir. 29-cu sual A variantı. 30-cu sual. X dəyişəninin hansı tam ədəd daxil edilməlidir ki, alqoritmin icrası nəticəsində 12 qiyməti olsun. Burada da baxarıq ki, 12 olsun. Məsələn, böyük olsa 6-nı 12, 3-ə vurmaq 12 eləmir. Burada da kiçik olmağına gəlin, baxın. Yəni, kiçikdir, yoxa getməliyik. Yəni, 5-dən böyük deyilə. Sonra da 5-ə bərabərdir. Bərabər olsa 25 olmalıdır. Amma yoxla baxırıq və X-in yerində yəni, bu bərabər olmalıdır 12-yə. Yəni, ondan da sonra X bərabərdir 12 bölü 4, 3-ə. 30-cu sualın cavabı D variantı 3. 31-ci sual. Alqoritmin icrası nəticəsində S dəyişəninin son qiymətini müəyyən edin. X burada 5, Y 7-dir. 5 7-dən böyükdür, yoxa gedirik. Burada X-ə 10 olur. Z isə 12 üstə gələk 5, yəni 12 üstə gələk 3, 15 edir. Sonra aşağı düşürük. X-in qiyməti oldu 10, bərabərdir 10 üstə gələk 7 üstə gələk 15, bu da bərabərdir
Burada 22, 32. 31-ci sualın da cavabı C variantı. 32-ci sual. Girişə A və B natural ədədləri daxil edilmişdir. B dəyişənin çıxışda 13 ədədinin çap edilməsi üçün A dəyişəninin daxil edə biləcəyi ən böyük qiymətini müəyyən edin. Burada baxa bilərik ki, B-yə B üstəgələk A yazılıb. Buradan da gedib B böyükdür 7-dən baxsaq B böyükdür 7-dən olsaydı ola bilmir, çünki 2-yə vurulma 8 deyək olsaydı 16 plus nə qədər eləyir? Ona görə 13 olmur. Ona görə yox hissəsinə gedək. Buradan A üstəgələk B. A üstəgələk B 13 olmalıdır. A üstəgələk. Burada B-nin yerinə isə təzədən B üstəgələk A yazırıq. Bu da bərabərdir 13-ə. Burada 2A üstəgələk B bərabərdir 13-ə. B-nin yerinə ən kiçik natural qiymət, çünki A-nın ən böyük qiymət olması üçün 1-i yazırıq. 2A bərabərdir 12, A da bərabərdir 6 olur. Ona görə 32-də cavab B variantı 6. 33-cü sual. Alqoritmin verilmiş fraqmentini yerinə yetirilməsindən sonra A dəyişəninin son qiymətini müəyyən edin. A6 B bərabər olur 6 vur 3 18. A bərabər olur 6 üstəgələk 18 üstəgələk 1 bərabərdir 25-ə. B bərabərdir 25-ə. Sonra B təzədən 25 çıx 25 çıx 1 olur -1. C də bərabərdir 25 üstəgəl -1 vur 2. Bu da bərabərdir 23-ə. Buradan bu da bərabər olur B çıx, yəni -1 çıx 23 çıx 25. Bu da bərabər olur -49. 33-də B variantı. 34-cü sual. Alqoritmin fraqmentinin yerinə yetirilməsindən sonra Y dəyişənin 26 qiymətini almışdır. Bu fraqmentin yerinə yetirilməsinə qədər Y dəyişənin qiyməti neçə olmuşdur? Burada baxırıq ki, sonda 26 alınmalıdır. Yəni x üstəgələk y. Burada x-in yerinə burada x-in yerinə yazırıq 2y çıx 4 olur. Y-in qiyməti bu olur. Sonra burada təzədən y-in yerinə 2y çıx 4. Bu da olur 2-yə vuranda 4y çıx 8. Ondan da 8 çıxsa çıx 16. Burada gətirib yerinə yazsaq 26-nı da 2-yə vursaq olur 52. Burada yerinə yazsaq ki 2y çıx 4 üstəgələk 4y çıx 16 bərabərdir 52-yə. 6y bərabərdir 20 də digər tərəfə keçsək 72-yə, y də bərabərdir 12. 34-də B variantı. 35-ci sual. Alqoritmin yerinə yetirilməsindən nəticəsində y dəyişəni 51 qiyməti almışdır. Alqoritmin yerinə yetirilməsinə x dəyişəninin qiyməti təyin edin deyir. Burada qeyd edirik ki, bura gətirib yazsaq x plus 12 çıx 7 bərabərdir x 5-ə.
Sonra digərində x üstəgələk 5-i yazsaq, x üstəgələk 5 üstəgələk x üstəgələk 12 bərabərdir 51. 2x bərabərdir 51-dən 17 çıxsaq 34. X də bərabərdir 17-yə. 35-də A variantı. Diqqətiniz üçün çox sağ olun. Kanala abunə olub videonu bəyənməyi unutmayın.